İlkin rutin müayinələr, məsələn, bir ildir deyək ki, evlənirlər və hamilə qalmışsa, burada bizim dünyada da qəbul olunmuş rutin müayinə yöntemlərimiz vardır. Birinci, təbii ki, fiziki müayinə, sorğu, anamnez, gözəl anamnez toplamaq lazımdır. Qohumdularmı, irsiyyətlərində belə bir problem varmı, anasında, xalasında. Bunları yaxşı, detallı bir anamnezdən keçirdik. Fizik müayinə, xəstədə kökəlmə varmı son zamanlarda, işte tüklənməsi varmı, bu müayinələr keçirilməlidir. Üçüncü, ən önəmli bir ultrasəs müayinəsi. Ən azından bir ultrasəs müayinəsində uşaqlıq, yumurtalıq yerindədirmi? Yumurtaqların fəaliyyəti, folikul yetişdirməsi necədir? Endometrial qalınlaşma necədir? Bir problem varmı uşaqlıqda? Bir güzgü müayinəsi, uşaqlıq boyunu normaldırmı? Bir problem varmı? Bunu keçirdik. Üçüncü, minimal bir hormonal bir balans yoxlanmalıdır. Əgər kökəlmə varsa, insulin dirəncidir. Bəzi minimal analizlər pasiyenti və laboratoriyanın xərcə salmadan, laboratoriya yükləmədən, yəni lazımı rutin müayinədən keçməlidir. Demək, ikinci bizə boru müayinəsi də önəmlidir. Çünki bilirsiniz ki, hamilə qalmaq üçün hər iki boru açıq olmalıdır və ikinci boru müayinəsinə pasiyent keçməlidir. Demək ki, birinci əsas ultrasəs müayinəsi keçdi, folikulu gördük, bildik, folikulardan xəbər tutduq. İkinci boru açıq olmalıdır. Kim pasiyentdə boru bezi bağlı olarsa, hamilə qalma şansı demək ki, sıfıra bərabərdir. Əsas bu müayinədən keçdi. Belə, bu da minimal müayinələrdir. Belə ağır müayinədən keçmir. Pasiyenti həm maddi, həm də mənəvi yormayacaq müayinə üsullarıdır. Aydındır, doktor.